Salam, hər vaxtınız xeyir olsun. Mən Şəhla Alışova, şüuraltı terapist və energetik terapist. Salam, mən Amina Abbaslı, şüuraltı terapist və satxo terapistəm. Bu günlərim biz satxo haqqında danışacağıq Amina xanımla. Amina xanım, ilk sualım belə istəyirəm ki, ümumiyyətlə satxo ilə bağlı nə deyə bilərsiniz? Satxo nədir? Hər kəsi maraqlandıran belə bir termin var ki, satxo. Satxo nədir? Nə işə yarayır? Satxo bizə keçmişdən gələn bir terapiya növüdür. Hansı ki, bizim indiki ruh halımızda və yaxud da keçmişdən gələn depressiyalarımız var ki, hansı ki, indiki həyatımızda pis təsir edir. Onların şəfalanması üçün istifadə olunur. Ana travmalarımız, ata travmalarımız, hətta indiki dövrdə, sevgidə, ailədə yaşadığımız travmaların hamısını satxo terapiya ilə şəfalandırırıq. Normalda taxtaların üzərinə çıxanda ayağımızın altında 7000 sinir ucların, akupunktur nöqtələri həmin anda oyanıb və qan dövranımızın sürətlə işlədikcə keçmişdən gələn travmalarımız ortaya çıxır və həmin anda o travmaları bağ kəsmələrdir, bağ bərpa etmələrdir, keçmişdən gələn karmalarımızı təmizləyib bu yolla şəfalandırırıq. Yaxşı, bəs orada mismarın üstünə çıxanda insanlar ağlayır. O mismarın ağrısına görə ağlayırlarmı, yoxsa ki travmaya görə ağlayırlar? Çox gözəl sualdır. Bəli, hər kəsin verdiyi suallardan biri budur. Biz mismarın üzərinə çıxanda mismarın ağrısı olur. Amma mismara çox olduğu üçün ağrını çox dəhşətli dərəcədə hiss etmirik. Həmin vaxtı mismarın ağrısına ağlamağımız gəlir və ondan sonra travmalar üst-üstə yığışdığı üçün bütün qan sistemimiz, yenə deyirəm, sürətlə işlədiyi üçün travmalarımızı xatırlayırıq və həmin travmaya görə ağlamağımız başlayır. Bəs hansı yaşda satxo terapiya eləmək mümkündür? Satxo terapiya 16 yaş və 16 yaş üzəri insanlara tətbiq olunur. Bəs kimlərə olar, kimlərə olmaz? Xəstəlikləri olan insanlar gələ bilərmi? Yoxsa onlara olmaz etmək? Yəni bu haqqda da məlumat versəz yaxşı olur. Bəli. Satxo terapiya 16 yaş üzəri hər kəsə edə bilərik. Zəhərli zob olanlara, kanser xəstəsi olanlar və şişi olan xəstələrə satxo terapiya əsla olmaz. Çünki yenə dediyim kimi qan dövranı sürətlə işləyir və o şişi daha da böyüməsinə səbəb ola bilər. Təşəkkür edirik Əminə xanım, satxo haqqında bizlərə gözəl bir məlumat verdiniz. Buyurun, mən təşəkkür edirəm.